Salam, bugün sizinle birlikte ilk ve yeni vlogum budur. O zaman başlayaq, sözü çok uzatmaq istəmirəm. Demək, hələ də mən Cütaqan ucuzluqdayım və istədim biraz uzun bir video çəkim. Çünki mən çox qısa videolar çəkiyorum. Çox belə istədiyiniz şeylər göstərəmirəm. Mən yine bir uzun videoda belə göstərə bilim də göstərim. Belə, o zaman başlayaq. Səhv eləmirəmsə saat 11-də falan gələcək. Ona görə biraz tez-tez çəkməyə çalışacağım. Demək, burada belə gördüyünüz kimi qız şeyləri var, pijamalar. Bunu deyəsən şortsda göstərmişəm. Biraz səs gələ bilər, üzr istəyirəm. Axı kamera ilə çəkirəm ki, rahat olsun mənim üçün. Belə sonra maykalar var. Belə baxın, ağ rəngi var. Qara da var. Qızlar üçün. Bunun qiyməti 10 manatdır. Bunun qiyməti 16 manat. Bunların ki 8 idi, nə idi bilmirəm. Unuttum. 4 manatdır bunların hamısı. Bunlar da elə 16. Sonra burada da belə bir markalar var. Kotanın. Bunu bilmirəm, bunu göstərməyiblər üstündə. Belə şalvarlarımız var. Baxın belə. Muncuqlu. Daha doğrusu qaşdı. Belə hər cür rəngindən var. Sizə indi bir depo deyirlər deyəsən, onu da göstərəcəm. Belə çox qəşəng. Baxın belə. Görürsünüz, belə formalar var. Forma deyəndə şalvar daha doğrusu. Bunları göstərmişəm, bilmirəm deyəsən. Belə qadınlar üçün bunlarda. Burada da belə don kimi pijama var. Belə, sonra baxın belə bir renkdə də şalvarımız var. Gedəcəm sizə deponu göstəreyim. Yadıma düşdü, belə də bir corablar var. Baxın, kaşlıqlarımız da var buradadır. Çox göstərəmirəm, kalabalıqdır deyə utanıram. Əlimdə pizza ilə gedirəm. Amma bilmirəm hara gedirəm. Ayda çox uzağa gedəmirəm, qaranlıqda ora. Pizza, yeyim gəlim. Kassa. Həmən düt. Yeyim gəlim, pizzamda qaldı. Yedim. Neyse, o tərəfləri çox göstərəmirəm, çünki çünki patologdan yaxşı deyə çox dəhşət yaxşı. Baxım, mən görünür ya yox. Ama yani yer sevdi. Yani ona göre patologlarda bundan su akıyor. Paltarlara değmesin diye biz dəfə yığışdırırıq. Yani sadece koftaları yığışdırırıq. Çünki koftalara bir dənə denk gəlir. Biz də qabağını alırıq. Ona görə koftalar falan göstərəmirəm. Sadəcə şalvarlar və pijamalar, corablar, kaşloklar. Belə. Yəni ancaq bunları göstərə bilərəm. Amma bilmirəm, bir hissəyə göstərə bildim. Belə. Məsələn, baxın. Bu qızın belə yeni belə bir pijama baxın belədir. Beləsi var. Beləsi də var. Benim şey şalvarlarımız var. Ay, yoruldum. Baxın belə. Çox qəşəng. Bir ürünü göstərə bilərəm. Baxın, orada işçilər var, bunları göstərə bilərəm. Yəni, orada işləyirlər orada, neysə. Baxın, belə var. Bu biraz, bilmirəm, qəribədir məncə. Belə kamerada belə mavi kimi durur. Amma əslində həyatda çox qəribədir. Tozlanıbdır. Bilmirəm, bəlkə də bunlar belə modellər sevən birisi var. Sonra belə şalvarlar var. Sonra belə cız belə soft şalvarlar var. Belə də qadınlar üçün koftalar var. Donlar daha doğrusu. Əlində belə görünür də, yəni göstərib qadın zaten. İnanın artıq. Mesela qəşəngdir. Ben bayıldım. Sonra bir çok qəşəngdir. Sonra başka ne göstərir?
Ay değirdim. Uy. Bakın bu şalvar da böyle bir şalvarımız da var. Uzaktan gösterim. Sonra oralarda alt paltarlar falan var, göstermeyeyim. Çok linç yemeyeyim diye. Sonra böyle koftalarımız var. Böyle. Çok qəşəngdir materialları. Sonra böyle içinde de bakın böyle şalvarı var. Şalvar dediyəsəm. Bakın böyle her tür rengi var. Onun eyni şəkildə belədir. Bir belə modeli var. Bir de böyle bir modeli var. Əyildim aşağıdan göstərebilirim deyilsə. Sonra böyle bir şöpəli kofta var. Böyle sonra beləsi var. Böyle her tür modeli var. Sonra bunun da böyle bir çöpenekti. Yani aynı şeylerdi. Sonra farklı tonlar var. Bakın böyle bir ton. It's Hello değil. Bu şalvarımızın beləsi de var. Neyse, şimdi işte topladım bizim çorapları göstererek. Bakın böyle çoraplar var. Mesela şalvarlardan hansını beğendiyse yorumlarda yazın. Onu daha aydın belə göstərim. Yəni daha incəliklə. Mesela bunu beğendiyse bunu daha bir incəliklə göstərərəm. Yəni necə material falan filan. Mesela bu çoraplara çok bayıldım. Aşırı gözəldirlər də yəni. Ben gözəlliyinə var. Bunlar heç bir də yəni bulaşıqlı falan değil. Ben böyle el vurmağıma baxın, yere falan tökmürəm. Sonra bakın bu pandikin en şeyi budur məncə. Baxın çox qəşəng, bunu almaq istəyirəm. Amma hələ market açıb deyə almamışam. So sad. Neyse. Sonra belələr də var. Baxın belə sadə. Burasını ay bunu buranı göstərirəm. Baxın belə. Neyse dağıtım yak. Yani dediğim gibi ne istersinizse aydın gösterirəm. Koftalardan başka. Belki bilmem deyəsən koftaları yığışdırırlar ama asılqanlarda qalıblar. Belki de yığışdıracaqlar, hələ bilmirəm. Sinemaro. Bu nədir belə? Sinemaro gördüm, dəlirdim. Neyse. Biraz da bu yana keçək. Baxın belə o böyle uzun çoraplar olur. Burası belə. Ben böyle çorap forması, kısa forması daha doğrusu. Uzun forması bilmiyorum var ya. Bakın Nike'ın böyle çok qəşəngi var. Sonra böyle uşaqlar için böyle animeli falan. Animeden çok rengi var. Sonra bu aynı şeydi. Sonra böyle kadınlar için, nene baba falan için. Oğlanlar için de orada da. Bakın. Görürsünüz belə burada. Orada da var. Onu gidip göstərərəm. Bakın burada koftalar öyle qalıbdır ama onları bilmiyorum, göstərəcəm yox. Bakın belə çoraplar var. Çok qəşəng. Böyle bir rengi de var. Qəşəngdir məncə. Bakın be. Hadi 5 dakiqam qalıbdı. Neyse videoyu da qurtaracağım. Belə. Burada böyle kaşlıklarımız var. Bunları da aydın bir şekilde gösterelim. Videomuza like atıp abone olmayı unutmayın. Sağ olun.